Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Tarix 20 sınaq test kitabından 3-cü qruplar üzrə sınaq 6-nın izahı ilə tanış olaq. DİM 20 sınaq tarix test kitabından olan suallarımızın izahları ilə tanış olmağa başlayaq. Birinci sualda Azərbaycan Respublikasının 20-ci əsr tarixi daxili və xarici siyasət qeyd olunubdur. Konstitusiya Məhkəməsinin yaradılması 98 uyğun gəlir. Daxili siyasətə senzuranın ləğv olunması yenə həmçinin eyni tarixdə uyğun gəlir. Prezident vəzifəsinin təsis olunması 1990-cı ilin mayındadır. Azərbaycan Respublikası isə 91-ci ilin oktyabrın 18-də, yəni müstəqil olmuşdur. Ona görə də bax bu hadisə qeyd edə bilmərik. Xarici siyasətə baxırıq. Burada BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük 2011-dir. Yəni 21-ci əsrə uyğun gəlir bax bu hadisə. Tərəfdaşlıq proqramına qoşulub 94-də bu hadisə doğrudur. Paris xəritəsi imzalanıb 93-də Heydər Əliyev tərəfindən, bu da doğrudur. 1AB, 2BC cavabımız olur B bəndi. İkinci suala baxaq, 2022-ci ildə baş vermiş hadisələri müəyyən edin. Belə ki, ordumuz tərəfindən qisas hərbi əməliyyatının keçirilməsi 2022-ci ilin 3-4 avqust tarixlərində olmuşdur. Qarabağ Dirçəliş Fondunun yaradılması 2021-in yanvarındadır. Güləbir su elektrik stansiyası ilk infrastruktur layihəsidir Qarabağda 2021-in fevralındadır. Zəngilanın Ağalı kəndinə məhz köçün baş verməsi isə 2022-ci ilin 19 iyulundaydı. Demək 2022-yə 1 ilə 4 uyğun gəlir. Cavabımız olur B bəndi. 3-ə baxaq. 1-ci Respublika dövrü AXC dövrü, 3-cü Respublika dövrü isə müasir respublikamız. Fərqli cəhət. A variantı oxşardır, B variantı oxşardır, D və E bəndləri də yenə oxşar xüsusiyyətlər kimi də özünüzdə qeyd apara bilərsiniz. Lakin kəndlərə pulsuz torpaqların paylanılması 1996-cı ildə Heydər Əliyevin dövründə olmuşdur. Bu isə 3-cü Respublikaya aiddir. Cümhuriyyət aqrar islahat həyata keçirdə bilmir. Vətən müharibəsi dövründə ordumuzun hərbi əməliyyatları nəticəsində keçilməz sayılan Ohanyan səddi məhv edilmişdir. Bu doğru fikirdir. Hadrut azad edilmişdir. Bu da doğru fikirdir. Tovuz istiqamətində düşmən hücumlarının qarşısının alınması Tovuz hərbi əməliyyatına aiddir. 2020-ci ilin iyulunda olan və Naxçıvanın ərazilərinin bir qisminin azad edilməsi 2018 günlük əməliyyatlarına aiddir. Cavabımız olur 1-2 A bəndi vətən müharibəsinə aid olan fikirlərdən. 21-ci əsrdə Azərbaycan mədəni həyatında baş verən yeniliklərə aid deyil. Belə ki, Bakıda Muğam festivalının keçirilməsi 2009-cu ildən etibarən hər il bax bu muğam müsabiqəsi keçirilir. TQDK-nın yaradılması 1992 aid deyil. Türksoy 93 21-ci əsrə aid deyil. Elm haqqında qanunun qəbul edilməsi 2016-cı ilin iyunundaydı. Bu aiddir 21-ci əsrə və 1-ci Avropa oyunlarının keçirilməsi 2015-ci il, bu da aiddir. Demək 2-3 20-ci əsrə aiddir. Cavabımız olur B bəndi. Vətən müharibəsindən əvvəlki dövrə aid olanları müəyyən edin. Günlük əməliyyatlarının keçirilməsi 2018 əvvələ düşür. 2016 əvvələ düşür. 2020-ci ilin demək Tovuz döyüşləri 2020-ci ilin iyulunda baş vermişdi. Yəni bu da əvvələ düşür. Lələtəpə yüksəkliyinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarət altına keçməsi 2016-cı il aprel döyüşləri. Murov dağının azad edilməsi vətən müharibəsi dövrünə aiddir. E bəndi demək cavabımız olur. 7-ci sualda Heydər Əliyevin 2-ci prezidentliyi əhatə edir 1998 2003-ü, İlham Əliyevin 2-ci prezidentliyi olur 2008-2013-cü illər. Bakı Subsa neft kəmərinin istifadəyə verilməsi 1999, bax bunu qeyd edək burada. Qoşulmama hərəkatının Azərbaycan üzvlüyü 2011, burada qeyd edək. İlk bələdiyyə seçkiləri 99, burada qeyd edək. Dünya Azərbaycanlarının qurultayları 2001, 2006, 2011. Yəni bunu ümumi xüsusiyyət kimi qeyd edək. Ümumilikdə 5 dənə olmuşdu. Konstitusiyalı və düzəlişlər 2002, 2009, 2016. Yəni bu da oxşar xüsusiyyətdir. Belə olduğu halda cavabımız olur A bəndi 7-ci sualda. 8-ci sualda 21-ci ilin oktyabrında açılan beynəlxalq hava limanı Füzulidə yerləşirdi. Füzuli isə burada xəritəmizdə 3 ilə işarə olunubdur. Qeyd edeyim ki, bütün növ xəritə izahlarının kanalımızda var videoları. İstər yuxarıda, istərsə aşağıda açıqlama bölümündə linklərini yerləşdirmişəm. Daxil olub izləyə bilərsiniz. 9-cu suala baxaq. Heydər Əliyevin Naxçıvan Muxtar Ali Məclisinin sədri olduğu dövrdə baş verməmişdir. 91-ci ilin sentyabrında
sədr seçilir 93-cü ilin iyunun 15-nə qədər. Çünki o dövrdən sonra Azərbaycan Respublikasının Ali Məclisinə sədrlik eləmişdi. Sədriyət dil üzrə ümid körpüsünün fəaliyyətə başlaması 92-nin mayı, 92 bu da yenə 90-cı ilin, bu daha doğrusu noyabrındadır. Belə ki, artıq o dövrdə Heydər Əliyev Ali Məclisin Naxçıvanda sədri deyildi. O, Naxçıvanda məhz onun deputat olduğu dövrə düşür. Bax, bu hadisə. Çünki C variantında olan hadisə, bir daha qeyd edeyim, 90-cı ilin 17 noyabrında olmuşdu. 90-cı ilin 17 noyabrında. Və bu hadisə Heydər Əliyevin sədrliyi dövrünə uyğun gəlmir. Bu da 92 uyğun gəlirlər. Ölüm hökmünün ləğv edilməsi 1998, Minsk qrupunun həmsədrlər təsisatı 94, sazişin imzalanması İstanbulda 99, assosiasiyalaşdırılmış üzvlük 2002-ci il. Deməli, burada biz dəyişdirməliyik 1 ilə 2-nin yerinə, 94 ilə 98-in. O da olur C bəndində. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarının nəticələri lazımdır bizə. Azərbaycan-İran sərhədi tam olaraq nəzarət altına götürülür ordumuzun Vətən müharibəsi dövründə Ağbəndin azad edilməsi ilə. Əsgəran, Xocalı, Xocavənd azad edilir, digər ərazilərimiz və bölgədə qanunsuz fəaliyyət göstərən xunta hərbi rejiminə son qoyulur. 2-4, bu isə Vətən müharibəsinə aiddir. 3, 2-4 demək cavabımız olur, onda E bəndi. 12-yə baxaq, 2023-cü ilin sentyabrın 19-da erməni silahlı birləşmələrinin terror aktı törətdiyi ərazi. Belə ki, biz bu dövrdə Kəlbəcəri, Laçını, 4, Qubadlını, Zəngilanı, Cəbrayılı, Füzulini artıq tam olaraq ordumuz nəzarət altına keçirmişdi. Burada Xocavəndin bax bu şimal istiqamətində olan ərazidə ermənilər orada terror aktı törətmişdilər. 12-də cavabımız oldu C bəndi. 92-ci ildə SSR-nin hərbi əmlakının bölüşdürülməsi ilə bağlı müqavilənin imzalandığı bu ölkə həmçinin Füzulidə Mirzə Uluğbəy adına məktəbin açılmasına da bildiyiniz kimi maliyyə yardımı göstərmişdi. Təbii ki, söhbət dost, qardaş Özbəkistan dövlətindən gedir ki, Daşkənd müqaviləsi bax orada imzalanmışdı. Vətən müharibəsindən sonrakı dövrdə baş vermiş hadisələrə aid deyil, Türkiyə Respublikası ilə Şuşa bəyannaməsinin imzalanması 2021 aiddir bu. Şərur rayonunun Ağbulaq, Qızılqaya yüksəkliklərinin azad edilməsi 2018-ci il hərbi əməliyyatlarına aiddir. Yəni, bu Vətən müharibəsindən sonra yox, əvvəl baş veribdir. Yenə Yaşad fondudur, hansı ki 2020-ci il dekabr fərmanı ilə 2021, bu da yenə həmçinin iyulda 2021-də. Yəni, bunlar aiddir, aid olmayan B bəndidir. Azərbaycan Respublikasının İslam Konfransı təşkilatına üzv olduğu tarix 1991-dir. O dövrdə nə baş verib? Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olub 91-in sentyabrından etibarən. Yəni, anı qeyd edə bilərik. Gəncənin adı bərpa olur 89 dekabrın 30-u, Xocalı faciəsi 92-26 fevral, Gəncədə hərbi qiyam 93, Əbülfəz Elçibəyin prezident seçilməsi, prezidentlik dövrü 92-93. Cavabımız oldu A bəndi. 16-ya baxaq, daha sonra baş vermişdir. Mehriban Əliyevanın vitse-prezident seçilməsi 2017, Fond 2004, Qoşulmama Hərəkatı 2011, Aşbanın vitse-prezidenti seçilibdir 2003-də. Bakıda Dünya Azərbaycanlarının 3-cü qurultayı demək 1-ci 2001, 2006, bu da 2011-ə uyğun gəlir və burada daha sonra baş verən olur A bəndi. 20-ci əsrin 90-cı illərin ikinci yarısına aid deyil. Milli Olimpiya Komitəsinin sədri İlham Əliyev 97-də seçilib, bu aid olur. Konstitusiya Məhkəməsi 98, bu da aiddir. Dövlət Neft Fondunun təsis edilməsi 99 aiddir. Demək 4 ilə 5 olur cavablarımız. Çünki cerb 93-dür. Neft kəmərinin istismara verilməsi, istifadəyə verilməsi isə 2006-cı ilə 21-ci əsrə uyğun gəlir. 4-5 D bəndində öz əksini tapıb. 18-ci sualın izahı ilə tanış olaq. Qarabağ münaqişəsi, 1-ci Qarabağ, 2-ci Qarabağ müharibəsi, Qarabağ mücrüsü əməliyyatı məhz hərbi hava qüvvələrimiz tərəfindən həyata keçirilmişdir. Bu əməliyyat planı 2-ci Qarabağ müharibəsində həyata keçirilib. Horadizin azad edilməsi 1-ci Qarabağ müharibəsi dövrünə təsadüf eləyir, yəni bunu qeyd edə bilərik. Həmçinin Başkəndin düşməndən azad edilməsi də 1-ci Qarabağ müharibəsində 92-ci ildədir, bu 94-də. 2-ci Qarabağ müharibəsində
Qubadlının azad edilməsi ilə Azərbaycan-İran sərhədinin tamamilə ordumuzun nəzarətinə keçməsi. Bəli, ordumuz İranla sərhədi tam olaraq nəzarət altına götürə bilir. Lakin Qubadlının azad edilməsi ilə yox, Ağbənd qəsəbəsinin Xankəndi şəhərində dövlət bayrağımız dalğalandırılır hal-hazırda da, lakin bu hadisə isə lokal xarakterli antiterror əməliyyatlarından sonra olmuşdur. Yəni vətən müharibəsi dövrünə aid deyil. Suqovuşanın azad edilməsi isə təbii ki, aiddir. 1BC, 2C variantı 18-də oldu, debəndi. Müvafiq olaraq Heydər Əliyevin və İlham Əliyevin ilk xarici səfərləri Heydər Əliyev 93-də, İlham Əliyev 2003-cü ilin dekabrında müvafiq olaraq Fransaya və İsveçrəyə səfərlər təşkil etmişdilər. Cenevra konfransına iştirak eləmişdi İlham Əliyev, Heydər Əliyev isə Parisdə. 91-ci ilə aid olmayan hadisələr nələrdir? Belə ki, Dövlət müstəqilliyin bərpası haqqında bəyannamə 91 aiddir. Kommunist Partiyası 91-ci sentyabrında buraxılıb aiddir. MDB-nin yaranması 91-ci dekabrında aiddir. Prezident vəzifəsinin təsis olunması 90-cı ilin mayında, bax bu 90-cı il tarixidir, yəni ona görə 4-ü qeyd edə bilərik. Azərbaycan Respublikasının Rumıniya tərəfindən tanınması 91-in sonlarındadır, bu da aiddir. Təkcə 4, yalnız 4 91-ə aid deyil. Hansı cavab yanlış verilibdir? Şuşa bəyannaməsinin 2021-ci ilin imzalanması Qars müqaviləsinə sadiqliyi təsdiq eləmişdi bir daha. 94-cü il Budapeşt samitinə əsasən Minsk qrupunun həmsədrlər təsisatı yaradılır. 2020-ci il Münxen Təhlükəsizlik konfransında Ermənistan rəhbərinin Qarabağla bağlı iddiaları ölkə rəhbərliyi tərəfindən ifşa edilmişdi. 2023-cü il Brüssel görüşündə Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanıyır, bəyan eləyir. Bu Praqa samitinin bir davamı kimi idi əslində. Burada qəbul olunan qərar. Dərsliklərdə əksini tapmasa da doğru fikirdir. Lakin 96-cı il Lissabon samitində Azərbaycan ərazi bütövlüyü dəstəklənmişdi. Yəni 907-ci düzəlişin dayandırılması haqqında bəyannamə verilməmişdi. Baxaq 22-ci suala. 2002-2009-cu illərdə hansı hadisələr olub? Hətta 2016-da bura əlavə eləmək olar. Belə ki, bax bu tarixlərdə referendumlar keçirilib, konstitusiya əlavə və düzəlişlər həyata keçirilmişdi, debəndi. 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycan xarici siyasətinə aiddir, yəni 91-94-cü illər tarixində. Daşaltı əməliyyatı daxili siyasətdə həmçinin uğursuz olubdur. Əməkdaşlıq Şurasına 92-də qoşulmuşuq, doğrudur. Xocalıya ədalət kampaniyası demək Leyla Əliyeva tərəfindən həyata keçirilib 2008-ci ildən. Yəni bu həmin dövrə uyğun gəlmir. Qarabağ münaqişəsi Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsində müzakirəyə çıxarılmışdı. 2-4 doğrudur. Vətən müharibəsi dövrünə aid doğru fikirləri müəyyən edin. Şuşaya əsas hücum əməliyyatı Hadrut Qırmızı Bazar yolundan həyata keçirilmişdi. Xeyr, qəhrəman əsgərlərimiz sıldırımlı qayaları, daşları, dağları aşaraq Şuşamıza daxil olmuşdu. Yalançı hədəf kimi istifadə edilən təyyarələr var idi. Azərbaycan ordusu tərəfindən BMT-nin icra olunmayan qətnamələri icra olunmuşdu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana hər hansısa dəstək vermir. Ermənilərin baş tutmur o planı və düşmən tərəfindən Gəncədə yerləşən hərbi obyektləri yox, heyif ki, mülki obyektlərimizə, ümumiyyətlə bizim şəhərlərimizə, bölgələrimizə, dinc əhali yaşayan ərazilərə raket atəşləri olmuşdu və günahsız dinc insanlar şəhid olmuşdu, qətlə yetirilmişdi. Allahdan hər birinə rəhmət diləyirik. Yəni 5 burada yanlış olur. 25-ə baxaq, xəritədə işarələnmiş rayonlarla bağlı ümumi fikirlər. Belə ki, burada Laçın və həmçinin Ağdam işarə olunubdur. Rayon mərkəzləri 93-cü ildə işğal edilmişdir. 92-də işğal olunur Laçın. Aprel döyüşləri zamanı əməliyyatlar keçirilmişdir. Xeyr. Ərazisində erkən orta əsrlərə aid Alban memarlıq abidələri var həqiqətən də 3 doğrudur. Noyabr bəyanatına əsasən işğaldan azad edilir. Kəlbəcərdir, Laçında Ağdamda onlarla bağlı qərar verilmişdi və Rusiya-Türkiyə birgə monitorinq mərkəzi təkcə Ağdamda fəaliyyət göstərib, yəni Laçında yox. 3-4 olur cavabımız. Xronoloji ardıcıllıq Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına 92-də üz qəbul olur. Dədə Qorqud dastanının yubileyi 2000-də keçirilir. İpək yolu bəyannaməsi 98-dir. Bakı Novorosiysk 97-dədir. Demək, ardıcıllığımız olur 2, 4, 3, 1, daha doğrusu 1, 4, 3, 2 olur. Çünki 92 ilə başladıq.
Heydər Əliyevin demokratik quruculuğu. 2-ci mərhələ və 3-cü mərhələ. 2-ci mərhələ məhz 93-cü ildən iyundan Heydər Əliyevin Azərbaycan rəhbərliyindən 95-12 noyabr konstitusiyaya qədər olan dövrdür. 3-cü mərhələ isə sonrakı dövrdür, Heydər Əliyevin prezidentliyi dövrünə aid. Hakimlər xüsusi imtahan yolu ilə imtahan təcrübəsindən yəni işə qəbul olunması 2000-ci il bu 2-ci mərhələyə aid olur, 2000-ci il olduğuna görə. Sədrət Dilucu körpüsünün açılması onun Naxçıvandakı fəaliyyət dövrünə aiddir. Həmçinin bu demokratik tədbir deyil. Konstitusiya məhkəməsinin yaradılması 98-ci il. Bax bu da demək Konstitusiya komissiyasıdır daha doğrusu. Bu komissiyadır əgər. Komissiyanın yaradılması 95-ci ilin iyunundadır. Bu da 2-ci mərhələyə düşür. Senzuranın ləğv edilməsi 98-ci il. Bu 3-cü mərhələyə uyğun gəlir. Xidmət müəssisələrinin özəlləşdirilməsi isə sosial-iqtisadi tədbirdir, demokratik tədbir deyil. Ümumiyyətlə bu yanlış fikirdir. Yəni B və E variantları yanlış oldu. C variantı müvafiq olaraq 1-ə, A və D variantları isə müvafiq olaraq 2-ciyə, yəni 3-cü mərhələyə uyğun gəldi. Digər video izahlarda olduğu kimi yenə də videonu dayandırıb situasiya ilə tanış olun. Mən sizə düzgün cavabları bildirim. Əgər situasiya ilə tanış olduqsa, düzgün cavabları qeyd etməmişdən əvvəl bildirim ki, artıq 6-cı sınağımızın izahı kanalda paylaşıldı və digər 14 videonun izahı da məhz bizim kanalımızda paylaşılacaq. Ona görə ilə kanala abunə olub bildirimləri açmağı unutmayın ki, ən son yeniliklərdən ilk siz xəbərdar olasınız. Mənbədə bəhs olunan zirvə görüşü 99-cu ildə olduğuna görə Türkiyədə, yəni İstanbulda həyata keçirilmişdir. Burada cavabımız olur İstanbul. İqtisadi sahə ilə bağlı qəbul edilmiş mühüm qərar, belə ki 99-cu il İstanbul samitinə əsasən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin sazişi imzalanır. Azərbaycanın qara qızılı dünya bazarlarına satışa çıxarılır növbəti dəfə. Mənbədə bəhs edilən ölkə rəhbəri Heydər Əliyevdir. Heydər Əliyevin 2-ci rəhbərliyi 2-ci prezidentliyi daha doğrusu 98-2003 əhatə eləyir. Xarici siyasətlə bağlı 2 tədbiri qeyd edin. Qeyd eləmək olar ki, Azərbaycan Heydər Əliyevin 2-ci prezidentliyi dövründə, məsələn, 2001-ci ildə Avropa Şurasına üzv qəbul olubdu. Həmçinin xarici dövlətlərlə uğurlu diplomatik əlaqələr, neft-qaz kəmərləri ilə bağlı sazişlərin imzalanması, Azərbaycan 2002-ci ildə NATO-nun assosiasiyalaşdırılmış üzvlüyünə qəbul olunması, 2000-ci ildə Heydər Əliyevin BMT-nin 1000 illik konfransında tədbirində nitqi çıxış eləməsi və sizin də əlavələriniz olarsa şərh bölümündə qeyd edə bilərsiniz. Bu və bu kimi cavabları qeyd etmək olardı bu testimizin cavabında. Beləcə bu testin izahında sonuna gəlirik. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.